Başlayayım. Salam xanımlar, yəqin ki uzun zamandır məndən video gözləyirsiniz, amma bir çoxlarınız artıq xəbərdarsınız ki, ikinci dəfə ana olduğuma görə bu işi tez-tez görə bilmirəm. Məsələ, ikinci dəfə ana olduqdan sonra bir çox dəyişiklikləri yaşadım. Saçlarımla bağlı ilk növbədə çox böyük dəyişiklik yaşadım. Çünki uşağı südlə qidalandırmaq, ümumiyyətlə bədəndə olan hormonal dəyişikliklərdə mən hiss elədim ki, saçlarım əvvəlkinə nisbətən həddindən artıq çox tökülür. Və evdə körpə olan vaxtı saçlarıma maska edib, saatlarla maskada gəzib, müxtəlif qulluq vasitələrindən istifadə etməyə vaxtım yox idi. Başladım araşdırmalar eləməyə ki, mən necə eləyə bilərəm qısa yollarla həm saçlarımın tökülməsinin qarşısını alım, həm saçlarımın parlaqlığını geri qaytarım, ümumiyyətlə saçlarım canlansın. Çünki qadın üçün saçları bir nömrəli belə deyə gözəllik atributudur. Hətta trixoloqla belə açıq etiraf edəcəm ki, məsləhətləşdim. Çünki tapdığım, araşdırdığım yeni üsullardan çox qorxurdum. Tez başa gəlirdi bu üsullar. Çox effektiv üsullar idi. Çünki nəticələrini görmüşdüm. Amma kiməsə məsləhət etməkdən çox çəkinirdim. Məhz bu videonu da sizinlə paylaşmamışdan öncə saç, yəni trixoloq, saç həkimi ilə, baş dərisi həkimi ilə məsləhətləşib sizinlə bu fikirləri bölüşəcəm. Deməli, hansı üsullarla, hansı qısa üsullarla saçlara maskanın verəcəyi effekti vermək olar? Bu haqda sizinlə bu videoda danışacağım. Saçlarımın qulluğu saçlarımı yuyana qədər və yaxud da yuduqdan sonra etmirəm. Qulluğu məhz hamamda saçlarımı yuyarkən elə şampun və yaxud da ki, balzam tətbiq edərkən edirəm. Hamınıza sual yarana bilər ki, axı necə ola bilər? Nə vurursan saçlarına ki, 5 dəqiqənin içərisində o cür təsir etsin? Araşdıranda şampuna, yəni istifadə etdiyim ən mükəmməl şampun olsa belə, ona hansı əlavələri qata bilərəm ki, mənim saçlarıma maskanın verəcəyi effekti, maskanın göstərəcəyi xeyiri göstərsin. Onda gördüm ki, müəyyən saytlarda saçla bağlı, saça qulluqla bağlı müəyyən saytlarda bəzi məsləhətlər var. Birinci növbədə saçlarımıza şampun tətbiq edərkən şampuna nə əlavə edə bilərik? Bunlar açıq şəkildə, yəni əzələ daxili vurulan vitaminlərdir. B qrupa olan vitaminlər və yaxud da C vitaminidir. Bunları şampuna əlavə etməklə, yəni saçlarımızı yuyarkən, birinci əl başımıza şampunu çəkərkən, əvvəlcədən ovucumuzda və yaxud hansı bir qabda bir hissə istifadə edəcəyimiz şampunu götürürük, ora vitaminləri əlavə edirik. İndi mən sizə qeyd edəcəm bu çıxışdan sonra ki, hansı vitaminləri istifadə etmək olar. O vitaminləri ampul şəklində qırırıq və əlavə edirik şampuna. Daha sonra saçımıza tətbiq edib 10 dəqiqə falqa ilə bağlasaq daha əla olar. 10 dəqiqə saçlarımızı saxlayıb, daha sonra saçlarımızı adi şampun, yəni ikinci dəfə şampunluyuruq. Yenə ya balzam, ya da ki, hazır maskalardan istifadə edirik. B qrup vitaminlərindən B6 və B12 saç tökülməsinə qarşı bir nömrəli vasitə hesab olunur. Saç tökülməsinə qarşı daha bir cütlük B12 və A vitamini saçlara faydalı olan və birlikdə şampuna qatıla bilən vitaminlərdir. Bundan başqa şampuna qatmaq üçün B2 və B6 vitaminindən də istifadə etmək olar. B8 vitaminini isə Y vitamini ilə birlikdə qarışdırmaq olar. Bu da saçların tökülməsinin qarşısını alan güclü vasitədir. Unutmayın, vitaminləri silikon tərkibli şampunlara qatmaq olmaz və bu vitaminlər şampuna qatıldıqdan dərhal sonra istifadə olunmalıdır. Ümumiyyətlə, sadaladığım bu vitaminləri, yəni B6 və B12 vitaminini saçlarımızı yuduqdan sonra da, yəni adi vaxtlarda gündə bir dəfə olmaqla saç dərisinə çəkmək olar. Bu cür qulluğu bir ay davam edib daha sonra ara vermək mümkündür. Məhz B qrupa vitaminləri niyə saçlarımıza tətbiq etməliyik? Bir balaca internetdə araşdırma eləsəniz görəcəksiniz ki, B qrupa B qrup, yəni B12, B1, B6, B8 kimi vitaminlər gözəllik vitaminləri hesab olunur. Yəni onların dəriyə və saça verdiyi xeyri heç bir vitaminlər verə bilməz. İstənilən saça qulluq vasitələrinin içərisində və yaxud da ki, hansı bir araşdırma eləsəniz, belə bir saça qulluqla bağlı vitamin axtarırsınızsa, orada B qrup vitaminləri görəcəksiniz. Saçlarınıza cəmi bir ayda demirəm, 15 gündən sonra bu vitaminləri tətbiq etsəniz, özünüz gözlə görüləcək effekti hiss edəcəksiniz. Saçlarınızın nəinki tökülməsi azalacaq, həm də yeni saçlarınız çıxacaq. Olan saçlarınız isə əvvəlkinə nisbətən daha qalınlaşacaq, daha parlaq olacaq.
İkinci şampuna əlavə edəcəyimiz qatqı isə nikotin turşusudur. Yəqin ki, YouTube kanalıma daxil olmuş xanımların və ümumiyyətlə mənimlə tanış olmuş xanımların 90% nikotin turşusu haqqında olan videomdan xəbərdardır. Hətta belə deyək də bir çox xanımlar bu nikotin turşusu ilə saçlarını uzadıb, tökülməyə qarşı müəyyən yararlı olduğunu görüblər. Əgər hələ siz o videonu izləməmsinizsə, bu videonun bir yerində onu qeyd edəcəm. Baxacaqsınız və görəcəksiniz ki, nikotin turşusunu saça necə tətbiq eləmək olar. Amma mən nikotin turşusunun yeni bir sirrini tapmışam. Şampunu saçımıza tətbiq edərkən əvvəlcədən nikotin turşusundan oraya əlavə edirik 2 ampul. Saçımıza tətbiq edirik, saxlayırıq saçımızda 10 dəqiqəyə qədər hamamda digər işlərimizi görürük, gözəllik işlərimizi görürük. Ondan sonra saçımızdan həmin şampunu axıdıb, yenə də ikinci əl saçlarımızı şampunlayıb, ya balzamlayıb, ya da maska çəkib saçlarımızı yumuş hala gətiririk. Nikotin turşusuna qarşı allergiyanızın olub-olmadığını yoxladıqdan sonra həftədə bir dəfə olmaqla şampununuza 2 ampul əlavə edib saçlarımızın tökülməsinin qarşısını ala bilərik. 8 dəfə istifadədən sonra müalicəyə ara vermək mütləqdir. Daha bir saça, yəni şampunda əlavə edəcəyimiz vasitələrdən biri baldır. Dəhşətə gəlməyin. Mən saçımı şampunlayarkən saçlarımın parlaqlığı üçün internetdən öyrəndiyim və daha sonra trixoloqla, yəni həkimlə məsləhətləşdiyim vasitələrdən biri də baldır. Yaxşı, keyfiyyətli, təbii bir bal tapırsınızsa və büdcənizə bu əl verirsə, ən keyfiyyətsiz şampuna belə güc qatacaq bir vasitədir. Yenə də belə deyək, 1-in 1-ə nisbətində və yaxud da ki, 2-nin 1-ə nisbətində. Tutaq ki, 2 xörək qaşığı şampun götürürsünüzsə, 1 xörək qaşığı bal götürün və yaxud da 1 xörək qaşığı bal götürürsünüzsə, 1 xörək qaşığı şampun götürürsünüz. Qarışdırırsınız, saçınıza çəkirsiniz şampunu, yenə də ikinci dəfə saçlarınızı şampunluyursunuz, daha sonra saçlarınızı balzamlayıb və yaxud da ki, maskalayıb, yuyub çıxırsınız hamamdan. Bal saçları nəinki parlaq edir, saçların tökülməsinin qarşısını alır, yeni saç tüklərinin yaranmasına kömək edir, saçları nəmləndirir, qidalandırır və ümumiyyətlə saç qıranları aradan qaldırır. Onu da qeyd edim ki, baldan sonra saçlar həcmli olur. Bundan sonra şampuna nə əlavə edə bilərsiniz? Yağlardan əlavə edə bilərsiniz. Ya efir yağları, ya da saçlarınıza qulluq vaxtı, maska edərkən istifadə elədiyiniz yağlardan istifadə edə bilərsiniz. Amma bu məqamda mütləq nəzərə almalısınız ki, saçlardan asanlıqla yuyulub axa bilən yağlardan istifadə edin. Tutaq ki, gerçək yağı siz hiss edirsiniz ki, saqqız kimi bir yağdır və onu isidib başa tətbiq etmədən qeyri-mümkündür, yəni axıtmaq. Ona görə də badam yağı, avokado yağı, jojoba yağı və yüngül teksturalı, yəni axıb gedə bilən yağları şampuna əlavə edib saçlarımıza çəkirik və yaxud da ki, heç bu yağlardan istifadə etmirik. Saçı xeyirli olan efir yağlarını şampuna əlavə edib başımızı yuyuruq. Olur. Saçları yuyarkən şampuna əlavə edəcəyimiz yağların sırasına E vitamini daxildir. Bundan başqa heç bilirdinizmi ki, şampundan əlavə olaraq, yəni saç balzamına belə yağ qatmaq olar, amma yalnız və yalnız kokos yağını. Saç qıranları və saç yumşaqlığını, parlaqlığını artırmaq üçün. Amma çalışın ki, həddi aşmayasınız. Yəni hardasa 1 çay qaşığı miqdarında kokos yağını balzama əlavə edib saçlarınıza tətbiq edib 10 dəqiqədən sonra saçlarınızı yumaq lazımdır. Əks halda, yəni həddi aşsanız, saçlarınızı yuduqdan sonra əksinə saçlarınızda yağlı bir görünüş əldə edəcəksiniz. İstifadə edib xeyrini gördüyüm vasitələrdən biri isə efir yağlarından ilang-ilang və lavanda efir yağlarıdır. Saçlarımızı yuyarkən şampunu əlavə edəcəyimiz daha bir vasitə isə saçlara xeyirli olan ot dəmləmələri və yaxud da ki, başqa dillə desək, çaylardır. Yəni, tutaq ki, saçlarınız sarıdırsa, mənim saçlarım kimi açıq rəngli saçları olan xanımlar ramaşka, yəni çoban yastığı dəmləməsi əlavə edə bilər. Bir balaca şampunu əlavə edib saça tətbiq edə bilərsiniz. Və yaxud da saçlarınız tünd rəngdədirsə, gicitkən, şalfir adlanan otları əvvəlcədən dəmləyirsiniz, amma nəzərə alın ki, bu dəmləmələri biraz qatlı eləməlisiniz. Əvvəllər 1-2 xörək qaşığı əlavə edib dəmləyirdinizsə,
4 xörək qaşığı əlavə edib dəmləyirsiniz. 2 xörək qaşığı həmin dəmləmədən şampuna əlavə edib qarışdırıb saçınıza tətbiq edirsiniz. Yenə də 10 dəqiqə saçlarınızı saxlayırsınız. Daha yaxşı, yəni termo təsir etməsi üçün folqaya bükürsünüz saçlarınızı. Belə eləyəndə, yəni adi baş maskalarını tətbiq edərkən taxdığınız papaqlar və yaxud da digər vasitələr o dərəcədə istilik yaratmır. Amma folqa temperaturu kənara çıxmağa qoymur, istiliyi daha tez saçlarınıza tətbiq edir. Qara yarpız, gecitgən, çereda, şalfey və bir də ki ramaşka, yəni çoban yastığı dəmləmələri saçları yuarkən şampuna əlavə olunur. Ümumiyyətlə mən həmişə saçlarımı yuduqdan sonra da saç dəmləmələrindən saçıma tətbiq edirəm. Yəni saçlarımı ot dəmləməsi ilə yaxalayıram. Amma nəzərə alın ki, ramaşka saç rəngini aça bilir. Sizi sadaladığım bütün vasitələri şəxsən öz saçlarımda tətbiq eləmişəm. Bundan sonra, hardasa bir aydan sonra sizinlə bölüşürəm təcrübəmi. Saçlarımın, belə deyək, gündəlik olaraq əgər norma 100 saç telinin tökülməsi idisə, məndə deyərdim ki, 300-ə yaxın saç tel tökülürdü. Hara baxırdım, nə yedirdim, saçlarımı görürdüm. Bu məni depressiya salırdı. Mən başa düşdüm ki, tez bir zamanda, qısa bir zamanda saçlarımı bərpa edən, məndən çox zaman tələb etməyən, çox böyük əziyyət tələb etməyən effektiv üsullar tapmalıyam. Məhz bu sadaladığım üsullar mənim saçlarımın yenidən normal vəziyyətə gəlməyinə kömək elədi. Saçlarım, baxmayaraq ki, övladımı südlə qidalandırıram, ümumiyyətlə bədənimdə hormonal dəyişikliklər baş verir, yəni müxtəlif vitamin çatışmazlıqları yaşayıram. Buna baxmayaraq saçlarım əvvəlki vəziyyətinə geri dönüb, artıq baş dibimdə yeni çıxan saçların gördüyünün şahidiyəm. Sizə də bu üsullar, belə deyək, kömək edəcəksə, nə xoş mənə. Ümid edirəm ki, bu videom sizə maraqlı və faydalı olacaq.